Salamlar, necəyik? Ümidvaram ki, hər biriniz yaxşısınız. Bugün sizə danışmaq istədiyim bir mövzu var. Ehtiyat səviyyəsindən sevmək. Ehtiyat səviyyəsindən özünü dəyərli hiss etmək. Ehtiyat səviyyəsindən özünü yetərli hiss etmək. Ehtiyat səviyyəsindən özünü layiq bilmək. Ümumiyyətlə, bir məsələyə toxunmaq istəyirəm. Çox insan əslində özü ola bilmədiyinə görə, özü kimi rəftar edə bilmədiyinə görə, əslində bu insan özündə fərqidir. Ehtiyat səviyyəsinə münasibətlərə girir. Təsəvvür edin ki, mənim daxilim boşdur və mənim sevilmə ehtiyacım var və bu sevilmə ehtiyacıma görə mən nə edirəm? Mən çıxıram, loru edirəm küçəyə, bayıra. Hey, məni sevən varmı? Hey, mənə dəyər verən varmı? Hey, mən özümü yetərli hiss etmək istəyirəm. Bunu edən varmı deyə axtarmağa və bir insan mənə ekstra sevgi verəndə, ekstra pul xərcləyəndə, ekstra nələrsə edəndə, aha, mən dəyərliyəm, aha, mən yetərliyəm, aha, mən sevilirəm və s. şəklində başlayıram bunu qəbul edirəm, amma qarşımdakı insanı olduğu kimi yox, onun mənə sunduğu versiyanı görürəm və bax burada elə yanılıram. Ehtiyat səviyyəsindən sevmək ümumiyyətlə nə deməkdir? Gəlin ilk öncə buna baxaq. Ehtiyat səviyyəsindən sevmək, sən əslində qarşılıqlı şərtli sevgi ilə böyüdülmüsənsə, ehtiyat səviyyəsinə sevgi axtaracaqsan. Dərslərini yaxşı oxu, mən sənə şokolad verəcəm. Düz otur, ağıllı qız ol, sən seviləcəksən. Minipka geyinmə, evdə qalacaqsan və s. kimi dırnaqarası bəzi inanclarla böyümüsənsə və valideynlərin də özlərində biraz işləməyiblərsə, sən istər-istəməz şərtli sevgi, yəni nələrsə edim ki, məni sevsinlər, məni görsünlər, məni duysunlar, məni eşitsinlər, mən güvən qazanım. Baxın, bunu necə müəyyən etmək olar, mən onu deyim sizə. İlk öncə, şərtli sevgi ilə şərtsiz sevgi ayrıdır. Şərtli sevgi insanı təkcə qadın-kişi münasibətində göstərmir. Bu özünü nədə göstərir, mən sizə deyim. İş yerində müdürlə olan münasibətində, podruqanla olan münasibətində, valideyninlə olan münasibətində, partnyorla olan münasibətində, insanlarla olan münasibətində. Hətta bəzən belə mütəxəssislə işləyəndə belə sanki sən davamlı nə isə verməlisən ki, mütəxəssisin sevgisini qazanasan. Əslində, hər kəs sənə verə bildiyi qədər sevgi verir, hər kəs sənə verə bildiyi qədər dəyər verir, hər kəs sənə verə bildiyi qədər maddiyyat verir, hər kəs sənə verə bildiyi qədər nələrsə verir. Amma sən o qədər şərtli böyüdülmə, şərtli sevilmə ehtiyacın var ki, sən düşünürsən ki, davamlı daha çox verib, daha çox fədakarlıq eləyim ki, məni sevsinlər, məni görsünlər və mən özümü dəyərli hiss eləyim. Baxın, məsələ də burada budur. Bu hissəni başa düşəndə sən ehtiyat səviyyəsinə münasibətə girdiyini görəcəksən. Sən əgər davamlı tez-tez olaraq partnyorundan məni sevsin, məni duysun, dəyər versin, məni yetərli hiss elətdirsin, məni əzizləsin və s. kimi hisslər edirsənsə, bu normaldır. Burada normal heç nə yoxdur. Sadəcə normal olmayan o şeydir ki, sən davamlı bu ehtiyacı özünə verə bilmirsən. Onu partnyorunda axtarırsan və onu eləşdirirsən, fədakar olursan, xilas etməyə çalışırsan, aqressiya göstərirsən. Başa düşmək lazımdır ki, bu mənim içimdədir. Mənim münasibətdə bunu istəməyimsə normaldır. Əgər qarşı tərəf bunu mənə verə biləcək gücdə deyilsə, mən baxmalıyam ki, demək ki, bu ehtiyacımı mən özümə ödəyə bilmirəm ki, çıxmışam çöl dünyada. Bunu partnyorumdan istəyirəm, anamdan istəyirəm, atamdan istəyirəm, iş yerimdən istəyirəm, dostumdan istəyirəm, podruqamdan istəyirəm və s. Yəni baxın, bu yerlərə baxmaq lazımdır. Tamam. Bir də var, məsəl üçün, maddi səviyyədən sevmək. Sanki onun mənə borcudur hədiyyə almaq, onun mənə borcudur kartıma pul atmaq, o bunu etməli falan. Heç kimin sənə borcu yoxdur. İnsan sevəndə şərtsiz sevir. Mən sənin əgər, necə deyim, pul xərcləmək istəyirəmsə, mən istəyirəm deyə edirəm. Mən sənə əgər sevgi verirəmsə, mən istəyirəm deyə verirəm. Kiminsə mənə sevgi verməyə, dəyərli hiss elətdirməyə, yetərli hiss elətdirməyə, maddi yanımda olmağa, ümumiyyətlə deyək ki, məcbur deyil. İnsanların seçim haqqı var. İnsanlar sənin istəklərinə uyğun formalaşmaya bilər. Sənin sərhədlərinə hörmət də qoymaya bilər. Əsas məsələ burada nədir? Mən nə istəyirəm, mənim standartım nədir, mənim sərhədim nədir, mənim gözləntim nədir? Niyə hələ də məni narahat edən, məni dəyərsiz hiss elətdirən, məni yetərsiz hiss elətdirən bir yerlərdəyəm? Bax, buna baxmaq lazımdır. Ümid edirəm ki, ödənişsiz marafona keçid etmisən. Keçid etməmisənsə, altda yazılan Instagram və Telegram ünvanlarında keçid edib özlərində işləyə bilərsən. Səni dəvət edirəm Telegram kanalıma abunə olub birbaşa mənimlə sual-cavabda da iştirak edə bilərsən. Ümid edirəm ki, ehtiyat səviyyəsindən sevgi sənə müəyyən qədər aydın oldu. Yəni, mən öz ehtiyacımı ödəyə bilmirəm, çıxıram çölə, bayıra, maddiyyat dalınca, sevgi dalınca, fiziksel dalınca, cinsəllik dalınca. Hər şeyin arxasınca qaçıram. Çünki içim boşdur. Bu duyğusal boşluq, duyğusal ehmal olunmuş. Bunun fonunda da ayrı-ayrı başqa psixoloji xəstəliklər yaranır. Depressiya, panik atak, anksiyete və s. Bir də xəbərdarlıq. Əgər düşünürsənsə ki, ciddi şəkildə psixoloji problemin var, mütləq şəkildə fərdi konsultasiya al. Tamam.
Amma yox, düşünürsən ki, hər şey qaydasındadır səndə, amma biraz çətinliyin var. Tövsiyə edirəm ki, ən azı tamamilə ödənişsiz olan Telegram kanalımı keçid eləyəsən və mənimlə birbaşa bu söhbətlərdə iştirak eləyəsən. Suallarını isə cavablandırmağı səbirsizliklə gözləyirəm. Hələlik.